kırılan yumurta oldu abi bu. En pis kırılan yumurta oldu. Hər vaxtınız xeyir, əziz bizi izləyən dostlarımız. Bu günləri ilk dəfədir ki, Alice Pro kanalına challenge çəkirik və sizin özünüzdə təbəssüm yaratmaq üçün mən özümü riskə atıram demək olar ki, Ələsgər mənə 7 dənə sual verəcək. Hər suala 40 saniyə ərzində mən cavab tapıb verməliyəm və mənim 2 dənə köməyim var. 2 dəfə zəng eləyə bilərəm. 10 yumurta, 7 sual. Dosta sual. Əgər mən sualın cavabını tapsam, taparam. Əgər mən suala cavab tapsam, 500 rubl pul qazanıram. 500 rubl Azərbaycan pulu ilə nə qədər eləyir? 15 manat. 15 manat pul eləyir. Bir sualın cavabını tapsam. Tapa bilməsəm, başımda nə yumurtasıdır bu? Kənd yumurtası. Hə, nə bilim nə yumurta, soruşmamışam. Hə, stalovu yumurtasını mənim başımda sındıracaq. Yəni ki, belə bir şey. 500 manat. Və 2 kameraya işləyirik. Yəni ki, təzə bizdə progres gedir. O yeri yox edə. Yoxdur, reklam deyirsən. Zabira sual verəndə, əgər istəsəz, pauzanı basın, özünüz də fikirləşin. Yəni, məntiqli sual verəndə... Elə bilin ki, yəni ki, yumurta sizin başınıza sınacaq. Elə də çox məntiqli suallar deyir, amma maraqlı suallar. Hazırsan? Hazırsan? Yox. Onda başlarıq. Bir ildə neçə ayın 28 günü var? 1 ayın. Hansı? Fevral. Bütün aylarda 28 gün var, çalış. Ayda, sразу qırmızı. Sразу. Ya Allah. Siftə, ya siftə. Ayda. Pis qırıldı. Sən məndən çox batdın deyə. Yox, yaxşıdır. Yaxşıdır. Ayda. Yavaş vur. Tu koptun makyası. Yox, yəni qoy deyim, salfetka gəl. İşte, salfetka gətir. Yaxşıdır və salfetkalarını istifadə edeyim. Zbroz. Hə. O nədir ki, şəhərdən şəhərə gedir, amma tərpənmir. Start vaxt getdi. Qırsay. Bu nə sualdır? Məntiqli sualdır. Şəhərdən şəhərə gedir, amma tərpənmir. Evakuatorun üstündə olan maşın. Ələsgər, fakt tərpənmir də o. Təbii, onu qaldıranda da tərpənir. O tərpən getmir. Yaxşı fikirləşir, bir də saxlamışam. Evakuator üstündəki maşın nədir? Lap o dərəcədir. Hasan sualdır, çox asan sualdır. Şəhərdən şəhərə gedir, amma tərpənmir. Dəhşət asan sualdır. Vallahi asan sualdır. Fikirləşdi, qoşdu o boş beynini. Boş başını deyəcəkdim. Aleksandr Drus cavab verəcək. Yaxşı, dosta zəng. Kiməcək orası? Telefon ver. Tapamayacaq. Tapa biləcək. Gromki də olmalıdır, hə? Olsun da, Gromki. Götürme. Алло, привет. Слушай, тут такой вопрос. O nədir ki, şəhərdən şəhərə gedir, amma tərpənmir? Şəhərdən şəhərə gedir. Bəlkə özüm tapdım canım. Mənə biabır eləmə. Mənə biabır eləmə. Дашка, можешь сказать? Передвигается с города на город, но не двигается. Переходит с города на город. Да, переходит с города на город, но не двигается. Ой, Может, mosты? Çiçek papazı. Hə, почти deyir Ələsgər. Hər şəhərdə amma most yoxdur. Sağ ol, siz nə söhbət eləməyəcən görmüsən? Hə, всё. Хорошо, ладно. Я понял. Дорога, мост, не знаю. Дорога. Всё, дорога. Hə. Дорога nədir? Yol. Başa düşmürəm mən Yox, doroga. всё, спасибо. Mənim dosta zəng mənə sərf elədi, yəni ki, boşa getmədi və cavab yoldur. Yol. Hə, yol. Başını gətir.
Sən mırtdaşırsan. Qatar reisi. Zarafat edirəm, yolda vaxtın gətirdi. Ya 500 rubl. 500 hələ götürmədi, axırda o şey verəcəm. Apşaka. Hə, olsa burada cavab yoxdur. Hala, yox, oxu hələ. Oxuya bilirsən İngilisində, oxu. The quick brown fox hə, Hə. jumps over the lazy dog. Hə, ürəyində oxula. Bu cümləni qeyri-adi edən nədir? Bu cümləni qeyri-adi edən nədir? Tərcüməsi də nədir? Deyim tərcüməsini sənə. Bu cümlənin tərcüməsi Hə. palıdı rəngli cəld tülkü tənbəl itin üstündən tullandı. Bunu qeyri-adi edən nədir? İngilis dilində də niyə ingilis dilində, bu rus dilində də yaza bilərsən. Hə də, məntiqli fikirləş də. Getdi vaxt. Bu cümləni qeyri-adi edən bunun ingilis dilində yazılmasıdır. Budur cavabı. Stop. 51 saniyə. Deyən. İngilislər də bu tapmacanı verir. İngilislər də bir-birinə deyir ki, "What ne kadar tugur? What ne kadar tugur?" Tülkü ha vaxtdan için üstündən tullanır. Ya başını gətir gör. Başını gətir gör be. Bu cümləni dedim diqqətlə oxu, 10 dəfə dedim. Bu cümlədə bütün ingilis dilinin əlifbası var. El hərfdəkin burada olmasın. A B C D E F G A B C D E F G H I H yoxdur. Heç hansı? Z Z H I Y nə? Nə, o nə sualdır? Super sualdır. Sualı bəyəndisə like atın. Yumurtanın qırılmağını bəyəndisə 2 dənə like atın. Çıxın təzədən başqa altına gedin like Pis, atın. belə interesin deyir. Yenə bir həyatı yenidən gəldim. Deyən qaldı biraz. Hə sən məndən az batırsan, nə üzmürəm? Bizim hazırsan? Hə. Hələ sualı verəndən sonra qoşaram da sual. Özdə 50 saniyə, 40 saniyə gedir vaxtın. Hələ güzəş eləyirəm. Ayaqqabı firmasının sahibinin ağlına bir fikir gəlir. O ayaqqabının bir tayın başqa, o biri tayın başqa şəhərdə düzəltməsinə qərar verir. Və bununla da xeyli pul qənaət edir. Ekonomiya eləyir. Hə. Sual. Ayaqqabıları bir fabrikdə düzəltmək niyə sərf eləmirdi? Boy sualı verdim, vaxtı qoşmamışam. Gör nə qədər vaxtım var. Так, почему разнобородых? Создается однопорог. Tapın da siz də tapın, fikirləşin. Mən bilirəm, mən çox ağıllı uşağım. Что, где, когда-dan götürmüsən bu sualı? Yox. Adamlar kömək edib verib, adamlar ödəyib. Bəlkə də ştok yoxludur. Amma sənin köməyin var da, sən görə bilərsən Azər axşam məsələ. Cavab git cavabdır səndə. Super cavabdır, məntiqli cavabdır. Məncə bir ayaqqabın tayın düzəldənə, elə bil ki düzəldəndə bir tayına fabrika hansısa güzəş verir də skitka. Heç nə yeyəcəm birində. Ən gic, bəlkə bir 10 dənə cavab olsa ən gic cavab idi bu. Sən görmürsən eşitmə. Qulaq as. Deyən cavab vermə. Niyə? Mən nə bilim. 2 dənə fabrik başqa-başqa yerlərdədir ki, eyni yerdə olanda oğurluq eləyirdilər. Sən işçisən, bir tay ayaqqabını nə edirsən? Dədən gəl. Super sual. Sualı bəyənənlər 3 dənə like atsınlar. Bəyənməyənlər dislike. Vur getsin. Ayda soxuşdurublar, 40 yumurta veriblər mənə. Gəl belə atım vurum. Gəl belə. Mırtdaşırsan. Dəymədi, sayın vurum. Dəydi axı. Dəymədi. Sıvı qədər. Yox, gətir vuram başına adam. Ən pis qırılan yumurta oldu ha bu. Ən pis qırılan yumurta oldu. Birdən 50-yə kimi binalardır. Hə, birinci binadan 50-ci binaya kimi. Hə, Binalardır.
Onları bir-bir saya-saya getsən, 4 rəqəmi qabağına neçə dəfə çıxacaq? Neçə dənə 4 rəqəmi görəsən? Neçə dənə 4 rəqəmi var? Birdən 50-yə kimi say. Açıq danışım, bu sualı mən oxumuşam. Birdən 50-yə kimi binadır. Say da, say. Neçə dənə 4 rəqəmi görəsən? Oxumsan lap yaxşı. Neçə dənə 4 rəqəmi görəsən? Podiyez zad yoxdur. Yox, sən əsas binaların nömrəsini bilmək lazım. Deyən. Hə, neçə dənə? Fəlakət kimi nə fikirləşirsən? Boş başına nə fikirləşirsən? 43. 4 dənə, 5 dənə 4 rəqəmi var. Ücey əlimdə. Cəbir vaxtdır. 4 hə. Aa, so. Yes. 4, 14, 24, 34, 40, 41, 42, 43, 44, 45, 10, 45, 46, 47, 48, 49, 14. 14. Sibili var ya bunu. Hə, 14 dənə bina. 14 dənə 4 rəqəmi. Bina 14 yox. dənə hə, 4 rəqəm. Birdən 50-yə kimi 14 dənə 4 rəqəmi çıxır qabağına. 1, 2, 3 qəbul elədim. Başını gəl. 15 dənə rəqəm 4 rəqəmi çıxır. Niyə 15 dənə? Say da qardaş. 4, 14, 24, 34, 40, 40. 41, 42, 43, 44, 2 dənə. 44. Ayda. Ayda dəngə. Gətir. Hə, olmaz. Nağarımı zəng Söhbəti vurdun. tapmışdım axı. Nasıl neyi tapmışdın? Əgər bu video 500-dən çox like yığsa, Ələsgərlə yerimizi dəyişirik. So, mən sözümü dedim. 500-dən çox like yığsa... Bəlkə yumurta vurmayım sən başına. Söyləyəcək, so, yəni ki, olan olubdur. Sən Allah 500-dən like qoyun da, nə var ki, ne burada, davay. Ya Allah. Ya Allah, get. Bu yap bu qırılmadı. Az yumuşaq yumurta da orada. Yumuşaq yumurta oldu. Hə. Ne de elim batır. Hər dəfə də elim batırır mənim. Amma ləzzət edir yumurta qırmaq. Ha, ver mənə əlimi silə. Lazım da özün götür də. Bax getdi. Bu şəkildə pandanı tap. Tapdım. Baxın. Yox deyim. Fikirləşi 30 saniyə var. Burada nəysə bilirsiniz nədir? Burada 100% pandanı axtarmaq lazımdır. O nədir? O nə? Yəni ki, panda yoxdur da burada da. Tapdım. Deyənə. Saxlayın vaxtı. Saxla. Panda. Pandanın sifətini tapmalıyam. Hə, bir deyək pandanın sifəti. Deyənə. Hə, budur. Hə, Ələsgər. Bu pandadır. Hə, stop. Hə, vəsə. Dəqiq cavabım. Yəni ki, mən bax göstərirəm ki, bax bu pandadır. Ha, yəni ki, Ələsgər mən başımda yumurta sındırsa desək ki, bu deyil, mən göstərdiyim. Amma bu olsa pis olar. Burada göstərdim ki, bax budur panda. Vəsə. Hə, al bax. Deyək budur panda. Bu. Hə, Ələsgər bu. Deyir ki, panda budur. Əmrdaşırsan məndən. Yaxşı, budur panda. Hə. Başını gətir. Əmrdaşırsan məndən. O qırılmayan yumurtanı. Pandanı göstər mənə. Bu deyil. Mən onu göstərdim də. Hə, yaxşı. 500 manatım var idi. 1000 manat. 1000 manat da sən. Sonra tuvəlini alacağam. Cabi. Hə. 7-ci sual. Hə, heç nə. Burada nəysə bu sualın nömrəsində nəysə şübhə var. 7-ci sual. Axırıncı sualdır. Hı. Burada bax dairə çəkmişəm. Hə, halal malades. İçində də nöqtə. Ha, hamı görsün. Bunu çəkməlisən. Amma qələmi götürmədən. Nöqtə də olsun, amma qələmi götürmədən çəkmə buradan. Hə, bir rəqəmdən çəkməliyəm. Bir qələmlə. Hə. Hə, heç zat ver çəkim. Çəkə bilərsən. Nə var ki? Götürməli olsan, hə. Bir dənə qələmlə Hə, belə. Özdə xətmət getməsin orada. O günləri YouTube-da görmüşəm bu videoda. Çək. Hə, bunu götür. Çək. Yəni ki, arada YouTube-a girin. YouTube-da maraqlı videolar var. Mən nə tər çəkim var? Yəni.
dairəni gətirdim. Fakt götürmürəm ki. Orasını qattaladım. Bunda mən siyah buradan çıxdım. YouTube-da görmüsən də tamam eləmə. Siyah. 45 manat pul udmuşam. Nə qədər Amma maksimum birini idi? dosta zənginə unutdum da. Hə, yəni ki, əgər o zəng olmasaydı mən tapmırdım o sualı. Dosta da zəng 1500 manatdır bizdə. Hə, 1500 rubl. qoy ora roamingdir. WhatsApp-da roaming var. Dediyim kimi, yəni mənim bu başımda yumurta qırılmağı ümidvaram ki, Keçən vaxt inanmazdım bu söz deyəcəm. Like qoymayın bu videoya. qoyun. Qətim qoymayın like. Dislike da qoymayın, amma like da qoymayın. Baxın komment yazın, deyin nə yaxşıdır bu, nə bilim. Yaxşı videodur, maraqlıdır. 500 dənə like qoyun, bunun ardı gəlsin. Sən 500 dənə dəyişmə. like yoxsa indi mən duracam orada, mən Hə, 7 dənə sual tapıram. Dosta zəng zat hər şeyi nə tər istəyirsən, tap. Bu günlük bu qədər. Kanalımıza abunə olun və həmişə bizimlə olun. Öpürəm. Mən getdim başımı yumaq. Sağ olun, salamat qalın.